Gəldiyinizə görə təşəkkür edirəm. Deməli, bugün mən düşünürəm ki, olduqca maraqlı bir mövzu haqqında danışacağıq. Həm ədəbiyyat kifayət qədər yer tutur, həm kapitalist münasibətlər yer tutur, həm Azərbaycan yazıçılarının mən deyirəm ki, az da olsa yaratdığı bir ənənə bu mühazirədə özünə yer eləyəcək. Birinci, belə deyim ki, niyə görə bu adı seçdim? Son vaxtlar Azərbaycan ədəbiyyatını müşahidə edən insanlarda yəqin ki, belə bir düşüncə formalaşa bilər ki, ədəbiyyat, Azərbaycan ədəbiyyatı həmişə belə multi bir görkəmdə olub, heç vaxt öz peşə vəzifələrini yerinə yetirə bilməyib. Həmişə gücün tərəfində olub, amma mən biraz maraqlananda, biraz araşdıranda gördüm ki, yox, Azərbaycan ədəbiyyatı da olsa müəyyən bir üsyankar meyllər, antikapitalist meyllər tarixdə, Azərbaycan ədəbiyyat tarixində özünü göstərir. Bunun tarixini öyrənmək üçün biraz da geniş sahələrə baxmaq lazımdır. Amma mən istəyərəm ki, elə ən birincidən başlayaq. Harda ki, artıq Azərbaycan ədəbiyyatı formalaşdı. Keçən dəfə mən özüm Telegram kanalımda belə bir status yazdım ki, məşhur Britaniyalı bir nəşriyyat, Penguin Readers deyəsən, Nizami Gəncəvinin Xosrov və Şirin poemasının tərcüməsini paylaşırdı və altına yazırdı ki, bu görkəmli fars şairi Nizaminin əsəridir və nəhayət ki, ingiliscə tərcümə olunub. Bizim vətənpərvər oxucular, yazıçılar tez özlərinə əl qatdı ki, yox, Nizami Azərbaycanlı şairdir. Ancaq mən düşünmürəm ki, Nizami Azərbaycanlı şairdir. Çünki Rəhman Bədəlovdan mənim eşitdiyim yaxşı bir söhbət var ki, o təmas məsələsi olmalıdır, o da yalnız dillə ola bilər. Sən o millətin nümayəndəsisənsə, o dildə sərrast bilməlisən, o dilin daşıyıcısı olmalısan və o dildə yaxşı ədəbi nümunələr yaratmalısan. Məsələn, Nizamidə bu yoxdur və onun əsərlərinə baxanda sən Azərbaycanlı bir obraz tapa bilmərsən, amma Şirini erməni qızı kimi bizə göstərə bilir. Niyə bu hekayəni danışıram? Çünki mən Azərbaycan ədəbiyyatının elə də qədim ənənəsi olduğunu fikirləşmirəm. İndiki Azərbaycan dili, Azərbaycan ədəbiyyatına söhbət edirsə, bu böyük ehtimalla maarifçilikdən üzbəri formalaşan bir ədəbiyyat ənənəsidir. Bunun da kökündə antikapitalist meyllər və kapitalizmə qarşı mübarizə var. Mənim bu ilki dissertasiya işimdə xoşbəxtlikdən indi düşünürəm ki, xoşbəxtlikdən maarifçilik özünə yer eləyə bilib və bu maarifçiliyin araşdırılmasında mən indi araşdıranda görürəm ki, doğrudan da burada çox böyük bir antikapitalist mücadilə var, mübarizə var. Elə ona görə mən seçdiyim birinci əsər, hansı ki, orada kapitalist mübarizə var, biraz ironik və satirik formadadır. Bu Haqverdiyevin seçilmiş əsərlərində verilib, Kitab Klubunun nəşr elədiyi kitabçadadır. Kapitalizmə qarşı mübarizə, elə əsərin adı da belədir. Balaca bir hekayədir, çox maraqlı hekayədir. Mən onu 2 dəfə bu mühazirəyə hazırlaşarkən oxudum. Deməli, orada Aprel inqilabından sonra mülkiyyətlərin zəngin insanların əlindən alınması prosesini təsvir edir və mülkiyyətini itirən bir tacir niyə mülkiyyətini itirdiyini soruşur və ona belə cavab verirlər ki, artıq o köhnə dövran getdi, bir insana bir ev kifayət eləyir. O belə deyir ki, özünü belə allatmağa çalışır ki, axı mən də bu mülkiyyəti kapitalistlərdən oğurlamışam. Deyirlər ki, bəs necə oğurlamısan? Deyir ki, mən də onlara kələk gəlmişəm, onları allatmışam, özümdən zənginləri alladaraq bu evi almışam, daha bir neçə ev almışam. Ona görə mən də kapitalizmlə mübarizə aparmışam, onun qarşılığında mən bir neçə evim var artıq. Orada təzə sosialist hökumət bunu belə deyək, biraz ələ salır, o idarəyə göndərir, bu idarəyə göndərir. Axırda nisbətən biraz ona ürəyə yanan bir idarə işçisi deyir ki, bəs artıq belə bir şey mümkün olmayacaq da, sənin mülkiyyətini itirmisən və sən o mülkiyyəti haqsız yollarla qazanmısan. Bu əsəri oxuyanda buradakı kapitalizmlə mübarizə biraz gələcək nöqteyi nəzərdən hardasa bizə belə bir işarə verirdi ki, artıq heç vaxt bu çərxi fələk bir də geriyə fırlanmayacaq. Yəni həmişəlik özəl mülkiyyət, xüsusi mülkiyyət aradan qalxmış olacaq, amma əfsuslar olsun ki, tarix bizə bunun biraz əksini göstərməli oldu. Bir təcrübə olaraq da biz bunu yaşadıq. İndi ədəbiyyatda Haqverdiyevin əsərində bu dediyimiz kapitalizmlə mübarizə ənənəsi necə formalaşır? Mən düşünürəm ki, həmin o əsərin baş obrazı, daha doğrusu Haqverdiyev həmin əsərdə bizə göstərməyə çalışır ki, bax bu kapitalist obrazlar, kapitalist obrazların həyatdakı yeri həmişə oynayır. Yəni onlar kapitalizm cəmiyyətində özlərini kapitalist kimi göstərirlər
proletar diktaturasında və yaxud sosialist cəmiyyətində özlərini sosialist kimi göstərməyə çalışırlar. Yəni onlar tez şəkildə uyğunlaşmağa çalışırlar, tez şəkildə özlərinə dövlətdə yer eləmək istəyirlər. Bunun da bir dənə yaxşı nümunəsi var, o Cəfər Cabbarlının əsərindədir. Orada yavaş-yavaş gələcəm. Bax, mən bu Haqverdiyevin əsərini oxuyanda çox mənasız şəkildə artıq bildiyim bir şey mənə ciddi təsir elədi. Mən birdən qəfildən mənə bir şey əyan olduqca bu torpaqlarda demək 100 ilə yaxın bir müddətdə belə bir quruluş olubmuş. Yəni sosialist cəmiyyətin rüşeymi burada özünü göstərib, insanların xüsusi mülkiyyəti müsadirə olunub, dövlətdə hardasa müəyyən illər çərçivəsində ləyaqətli insanlar işləyib və onlar cəmiyyət daxilində, yerdə, yer üzündə cənnəti qurmağa meyl eləyiblər. Bax, həmin bu kapitalizmə qarşı mübarizə əsərində də mənə ötürdüyü əsas mesaj bax buydu ki, mənə xatırlatdı ki, bax, sosialist mübarizə Azərbaycan torpaqlarında, Azərbaycan ədəbiyyatında heç də yad bir yerdə deyil, bizə uzaq bir tarixə, dövrdə deyil. Tarixə ümumi nəzər yetirəndə 100 illik period, 150 illik period o qədər də uzaq, o qədər də böyük intervalla fərqləmir bizim dövrümüzdə. Bax, Haqverdiyevin bu əsərini oxuyanda mən onu hiss elədim. Bu mənə düşünürəm ki, gərəyindən artıq təsir elədi. Çünki bu mühazirəyə hazırlaşarkən bir neçə mövzu götürdüm. Biraz adını dəyişdim, başqasını qoydum. Elə düşündüm ki, elə bir mövzu qoymaq lazımdır ki, ümumiyyətlə Azərbaycan ədəbiyyatında nə varsa onun haqqında geninə onunla danışmaq mümkün olsun. Amma bu əsəri oxuyandan sonra dedim ki, yox. Nə qədər ki, indi Azərbaycan ədəbiyyatının üstündə belə bir muti görkəm var, bunu tarixi ənənəsinə baxmaq lazımdır ki, bu həmişəmi belə olub. Yəni bu özünün köklərini hardan alır? Sonra bu əsəri oxuyanda dedim, bu haqqda geniş danışmağa, araşdırmağa, sonra əgər yoldaşlar razı olsa, bunun geniş müzakirəsini aparmağa, sizin fikirlərini dəyişməyə dəyər. Daha sonra bax, bir də hansı əsər var, ardıcıllığı pozmadan getmək istəyirəm ki, bizim üçün mənalı olsun. Bax, Cəfər Cabbarlının Qara Qəmbər adında bir dənə hekayəsi var. Həmən o hekayədə bayaq dediyim kapitalist təfəkkürlü insanın sosialist cəmiyyətdə özünü necə bir qadamın kimi göstərdiyini müşahidə elədim. Həmən əsərdə bax, o Qara Qəmbər inqilabdan sonra özünə yer alır, özünə yer tapır, necə olursa hökumətdə təmsil olunur, başlayır orada əhəmiyyətli pozisiyalar tutmağa, öz burjua keçmişi hesabına aldığı təhsillə cəmiyyətdə, dövlət mərtəbəsində vəzifə qazanır, yer qazanır və öz həyat tərzini dəyişir və o sosialist inqilabını, aprel inqilabını özü üçün şərh eləyir və belə bir cümlə qurur ki, orada. Aha, indi dövran dəyişib, demək mən də özümü buna uyğunlaşdırmalıyam və qazandığı maddi gəlir hesabına öz həyat tərzini tamamilə dəyişir, hətta bir yerdə o öz arvadını da dəyişir və deyir ki, artıq cəmiyyət dəyişibsə, mən də tamamilə buna uyğunlaşmalıyam və hər şeyi dəyişməliyəm. Əsərin sonu biraz qalmaqallı bitir, mən deyərdim ki, yəni yaxşı tarixçəsi olmayan bir, bizim üçün Azərbaycan üçün xüsusilə yaxşı tarixçəsi olmayan bir qruplaşmanın əsərə müdaxiləsi ilə bitir. Orada nəhayət ki, Sovet hökuməti Qara Qəmbərdən duyuq düşür və ÇK-nı onu, belə deyək, repressiya eləmək üçün evinə göndərir. Bu Cəfər Cabbarlı bunu biraz müsbət tonlarla xatırlayır, onun öldürülməsini, onun islah olunmasından daha çox onun öldürülməsini yaxşı bir hal kimi təqdim eləyir. Bu dediyim əsərdə də yuxarıdakı və az əvvəl qeyd etdiyim, daha doğrusu kapitalizmlə mübarizə və kapitalizmə qarşı mübarizə və Qara Qəmbər əsərlərində görürsən ki, kapitalist cəmiyyətin fərdi öz əxlaqı əl verdiyi üçün hansı cəmiyyətdə olmağından, hansı siyasi strukturun daxilində olmaqdan asılı olmayaraq, yalnız bir amal uğrunda yaşayır ki, o həyat tərzini stabil saxlasın, cəmiyyətdə öz nüfuzunu qoruya bilsin və bunun hesabına yenidən xüsusi mülkiyyətlə tanış olsun və bunun məntiqi nəticəsi olaraq izafi dəyər qazanmış, izafi dəyər hesabına qazanılan mülkiyyətə yiyələnsin. Bax, burada bir də mənə təsir edən başqa bir əsər, bunların hamısı mənim üçün yeni əsər olduğuna görə istəyirəm haqqında geniş danışım. Cəfər Cabbarlının Müfəttiş adında balaca bir hekayəsi də var. Həmən bu hekayədə də Cəfər Cabbarlı bir inqilabdan əvvəlki və inqilabdan sonraki Bakının müqayisəsini verir. Yaxşı bir
tarixçə göstərir orada bizə Həmid adında bir obrazdan onun böyük qardaşı Bağır Həmid yaxşı təhsil alsın deyə öz həyatını tamamilə ona həsr eləyir və onun təhsil alması üçün Moskvaya göndərir. Moskvada olduğu müddətdə Böyük Rus inqilabı baş verir, fevral inqilabı, dalınca oktyabr inqilabı və yollar bağlanır, Bakıya gediş-gəliş çətinləşir. Bu müddət ərzində məhz Bağır da öz belə deyək, həyatını artıq qurban verir inqilab uğrunda. Həmid isə Bakıya qayıdanda bir tərəfdən həm sevinir ki, nəhayət ki, Bakı və Azərbaycan o kapitalist girdabından qurtula bilib. Amma əvəzində o öz ailəsi ilə, qardaşı ilə və onların ölümünə səbəb olan kapitalist meyllərin yoxluğuna görə də sevinir. Ancaq ailəsini itirdiyinə görə bir da bir dilema qarşısında qalır ki, nə baş verir də, inqilabı biz necə yozmalıyıq və s. Bax, bu üç əsərin ortaq nöqtəsi mənə təsir edən məqam budur ki, mən bu hər üç əsəri oxuyanda da ona görə olduqca təəccüblənirdim ki, bildiyim bir şeydir. Yəni mən bilirəm ki, nə vaxtsa Bakıda belə təsir dairəsi hamıya gedib çatmış bir inqilab baş verib. Amma o indiki dövrdə xəyal eləyəndə mənim üçün çox cüzi bir hadisədir. Mən onun varlığını bəlkə sorğuluyuram yeri gələndə ki, heç hiss olunmur. Yəni elə bir ki, Bakıda belə bir inqilab nə vaxtsa olub, bunu mən hiss eləyə bilmirəm. Amma bax, ədəbiyyatın gücü, məncə funksiyası həm də burdadır ki, mən onu oxuyanda, əsas da birinci Haqverdiyev əsərini oxuyanda mən özümə şübhələndim ki, doğrudanmı burada belə bir hadisə baş verib və mən buna biganə qalmışam. Amma Bakıdakı bu böyük Rus inqilabı və onun təsirinin Aprel inqilabının baş verməyi deyəsən həqiqətən də realdır və bu ədəbiyyatda öz təsirini olduqca yüksək səviyyədə göstərir. Bu əsərlərin ardından mən biraz daha müasir dövrə gəlmək istəyirəm. Müasir dövrdə kapitalizmə qarşı mübarizə mövzusunda əsər tapmağın çətinliyini yəqin ki, hamı başa düşür. Bu dövrdə kapitalizmə qarşı mübarizə elementini tapmaq çox çətindir. Ona görə biz nəyə fokuslanmalıyıq? Bir, fokuslanmalısan istismar məsələsinə. Varmı istismar ədəbiyyatda özünü göstərən? Bir budur. İkinci də ki, bizim üçün, bizim kimi xırda ölkələrin, xırda xalqların taleyində həmişəlik olan müharibələr. Bax, müharibə mövzusunu əsərdə işləyib tapmaq lazımdır ki, varmı onun içində kapitalizm, yoxsa yenə Azərbaycan ədəbiyyatı dayanmadan nifrət istehsal eləyir, yenə də ksenofobiya ilə bəslənir. Ondan maraqlananda mənim qarşıma yenə də bir nümunə kimi oxuduğum, sevdiyim Seymurun Quqaq romanı çıxır. Quqaqdakı hadisələrin tarixçəsini, ardıcıllığını vermək biraz çətin əsərdir. Çətin məsələdir. Əsəri oxuyanlar yəqin ki, buna haqq verir. Çünki dəqiq bir xronoloji bir ardıcıllıq verə bilmirəm ki, əsərdə bundan bəhs edir. Çünki əsərin böyük bir hissəsi baş qəhrəmanın uşaqlığıdır, gəncliyidir, bu günüdür, Qarabağdır, Tiflisdir, Ermənistandır, Bakıdır, müxtəlif yerlərdə cərəyan edən hadisələr olduğuna görə dəqiq bir mövzu, dəqiq bir yer tapıb vermək çox çətin məsələdir. Amma oradakı kapitalizmlə mübarizə ənənəsini yaşadan elə Azərbaycan və Ermənistan müharibəsinə münasibətdir. Bax, orada çox yaxşı təsvirlər var ki, onun hesabına mən düşünürəm ki, bu əsər kimlərəsə yaxşı mənada xalqlar qardaşlığını xatırlada bilər. Seymurun Quqark adlanan, Quqark Ermənistanda bir ərazidir. Quqark adlanan yerdə ermənilərlə münasibətini yaxşı çəkib göstərir, daha doğrusu yaxşı təsvir edir və biz hardasa özümüz üçün onu görürük ki, yox, bu insanlar xortdan deyil də, bunlarla ünsiyyətdə olmuşuq. Müharibədən sonra da bunlarla ünsiyyətdə olublar. Elə isə bu adamlarla ünsiyyətdə olmaq belə faciəyə səbəb olmayacaq və Quqarkın mənə öyrətdiyi əsas məsələ odur ki, adamlar bir yerə yığılanda yalnız dərdlərindən danışırlar. Bizə bir təlimdə Zərdüş Əlizadə deyəsən bunu demişdi ki, Ermənistan və Azərbaycanlı orta yaşlılar, qocalar Tiflisdə Gürcüstanda bir ərazidə görüşüb dövlətdən kənar belə deyək də söhbət aparırlar. Deyir, mən müşahidə edirdim ki, adamlar bir yerə yığışan kimi yalnız və yalnız gündəlik qayğılardan danışırlar. Sənin pensiyan nə qədərdir? Sizdə falan şeyin qiyməti nə qədərdir? Avtobusun qiyməti nə qədərdir? Eyni şeylərdən danışırlar. Bax, Quqarkın mənə öyrətdiyi şey budur ki, insanlar bir yerə yığılanda ancaq dərdlərindən danışırlar və onlar bir-birinə gözdağı vermək, bax, Qarabağ məndədir, yox, Qarabağ məndədir və s. falan şey mənimdir, peşman şey mənimdir kimi belə deyək, əsəbiləşdirici tonda heç kim bir-biri ilə danışmadı. Bax, Quqarkdan bu qeyd elədiyim məsələ
həm də məni bu mövzunu daha dərindən araşdırmağa sövq eləyirdi. Bu arka oxuyanda düşünürdüm ki, bizə bu günə kimi danışılan narrativlər, hekayələr əslində heç də özünü doğrultmur. Çünki bizə danışılan böyük bir kapitalist ədəbiyyatın tarixçəsinə istinad edən ədəbiyyatı. Mən keçən dəfə bir dostumla söhbət eləyəndə də bu haqda danışırdım ki, bax Nabokov deyir ki, çarın nə qədər pis münasibəti olsa da o diktə ilə ədəbiyyat yaratmırdı. Mən bunu belə yozuram ki, ona görə diktə ilə ədəbiyyat yaratmırdı ki, Çar Rusiyasının ədəbiyyatı onsuz da böyük bir kapitalist, böyük bir burjuwa ədəbiyyatına söykənən ədəbiyyat idi. Ona nəyi yaz, nəyi yazma deməyin mənası yox idi. Onsuz da Tolstoydur, Dostoyevskidir, digər böyük rus müəlliflərini nəyi yazmağı yaxud nəyi yazmamağı aşılamağın xüsusi bir əhəmiyyəti yoxdur. Onlar ənənələrini bəlkə də Homerdən götürüb gəlirlər. Amma Sovet İttifaqında, sosialist realizmdə belə bir şeyin olmağı mümkün deyil. Yəni qınaya bilərsən əlbəttə ki, niyə sən pambıqçıların əməyini ideallaşdırırsan, niyə sən neftçiləri tabloya gətirirsən, niyə sən dənizçilər haqqında nəğmə yazırsan? Çünki bu ənənəsi olmayan bir şeydir. Bu dünya tarixində görünməmiş bir tarixi inqilabdır və bunu müasir dünyaya öz dövrünü nəzərdə tuturam. O ədəbiyyata oturtmaq lazımdır, başa salmaq lazımdır ki, o ədəbiyyatdan imtina edirik və yeni bir ədəbiyyat yaradırıq. Yeni bir ədəbiyyat təbii ki, diktə ilə yaranmalıdır, başqa cür yarana bilmir. Düzdür, diktə ilə yarandı, uğurlu oldu, uğursuz oldu, başqa məsələ. Məsələn, Azərbaycan ədəbiyyatının ən qədər uğursuz Sovet nümunəsi var. Səhv eləmirəmsə elə Mirzə İbrahimovun əsərlərindən biri idi. Bax, o əsəri oxuyanda adını xatırlasam deyəcəm, indi xatırlamıram. Seçilmiş əsərlərində elə birinci cild, ikinci cildində verilmiş romandır. Dəqiq xatırlamıram. Bax, o romanı oxuyursan, çox bayağı bir hadisədən söhbət gedir. İnqilaba qədərki dövrdə bəy zülmündən boğaza yığılmış bir kəndlinin çevrilib inqilabçı olması. Amma o qədər bayağı tonda verilir. Gün keçdi roman olmalıdır. Bu romanı oxuyanda xüsusi bir ustalıq görə bilmirsən, amma həmən insanları qınamaq da mümkün deyil. Çünki bayaq dediyim kimi, çar illərində ədəbiyyatla məşğul olan yazıçıların onsuz da çox böyük bir ənənəsi var idi və onlar istinad elədiyi ədəbiyyatın hesabına yaxşı nümunələr yarada bilərdilər. Ənənələri var idi, amma bizim sosialist realizmində isə bu ənənə görünmür. Bax, kapitalizmlə mübarizənin ən böyük şərtlərindən biri də sosialist realizm çərçivəsində, sərhədində yaxşı ədəbi nümunələr yaratmaqda. Çox var, ən qədər nümunə var. Amma indi onların müqayisəsi çətindir, çünki o tarixi bir dövr idi, keçildi və təəssüf ki, o uğursuzluqla başa çatdı. Yəni, böyük dünya inqilabı baş tutmadı. Bax, indi mən bir roman haqqında danışacağım. Ona keçməmiş sonuncu hekayəni də danışım. Bu, Mirzə Cəlilin Bəlkə də Qaytardılar adında hekayəsidir. Orada da çox maraqlı sujet var. Deməli, inqilabdan sonra Bakı bulvarında gəzən bir sənətkar görür ki, 4-5 dənə avara adam orada öz-özünü bıçaq-bıçaq ilə nəsə danışır, söhbət edir, qəzet oxuyur. Bir dəfə, iki dəfə bunu görür. Axırda öz yoldaşından soruşur ki, bəs bu adamlar nədir? Bu adamlar nə istəyir? Həmişə bir yerdədirlər və daim nəsə haqqında qızğın müzakirə aparılır. Sonradan bəlli olur ki, bəs bu adamlar bir ümidlə gözləyir ki, görək Britaniya imperiyası nə vaxt Sovet İttifaqını dağıdacaq, Azərbaycan da azadlığa çıxacaq, bizim xüsusi mülkiyyətimizi özümüzə nə vaxt qaytaracaqlar. Bu ümidlə onlar Bakının bulvarına o başa, bu başa fırlanırlar və dillərində də cəmi bir söz olur ki, gözləyək görək, bəlkə də qaytardılar. Öz xüsusi mülkiyyətlərinin qaytarılmasını nəzərdə tuturlar. Bax, bu nümunədə mənə xoş gələn məsələ budur ki, yazan müəllif bunlara çox yerində rişxənd edir. Bunları başa salmağa çalışır ki, artıq tarixin o səhifəsi bir də bu üzə çevrilməyəcək. Yəni, kapitalizm bir də geri qayıtmayacaq. Bu, sosializmin məncə insanlara aşıladığı ən ümdə bir şeydir ki, onlara ümid verirdi ki, artıq dünya yaxşıya doğru inkişaf edəcək. Yəni, pis şeylər artıq baş verməyəcək. Ancaq görürsən ki, tarixi gedişat özünü doğrultmadı müəyyən səbəblər ucbatından. Bax, bu əsərləri oxuyanda, bu romanları oxuyanda kapitalizmə qarşı mübarizə fonunda Azərbaycan ədəbiyyatının kifayət qədər ənənəsi olduğunu görürsən. En qədər ənənəsi var, amma müasir dövrdə niyə özünü göstərmir? Bax, məsələ budur. Ona görə özünü göstərmir ki, bu mənim birinci səbəbim. İnsanlar elə düşünür ki, yəni bu dövr
sona çatmayacaq. Elə düşünürlər ki, bu həmişə belə olacaq. Yəni heç vaxt bu dövr sona çatmayacaq və biz bu dövrə boylanıb təzədən bir də baxmayacağıq. Yəni bu dövrdəki səhvlərimizi görməyəcəyik. Bunlara görə ədəbiyyat qarşısında, ləyaqətli oxucu qarşısında cavab verməyəcəyik. Amma istənilən tarixi dövr keçilir. İstənilən tarixi dövr geridə qalır və biz ya tədqiqatçıların gördüyündən, ya insanların gündəliklərinin gördüyündə, ya başqa fikirdə olan yazıçıların yaradıcılığında bu dövrə qayıdıb baxırıq. Və bu dövrdə yazılan əsərlərin hamısında xalqlar qardaşlığına mənfi münasibət varsa, kapitalizmin şuurlu ya da şuursuz şəkildə ideallaşması varsa, bunlar bir yerdən sonra ədəbiyyat qarşısında böyük bir cinayəti təmsil edir. İndi mən əmin deyiləm Azərbaycandakı yazıçılar bunu hiss edirlərmi? Çünki maraqlı bir məsələ hiss eləmişəm ki, bizdəki yazıçılarla bu barədə söhbət eləyəndə onlar elə reaksiya verirlər ki, verilən suallara, yazılan yazılardan ki, belə bir şey haqqında ilk dəfə eşidirlər. Yəni onlara deyəndə ki, var da Azərbaycan ədəbiyyatında Ermənistan xalqı ilə münasibətlərin həmişə belə mənfi tonda görünmədiyi əsərlər var. Onlar elə reaksiya verirlər ki, sanki bu heç vaxt olmuyor, bu baş vermir. Yalnız və yalnız bugünkü reallıq özünü göstərir. Və yaxud onlara deyəndə ki, ədəbiyyatda həmişə şahın yanında olmaq, kralın yanında olmaq yaxşı ənənədən qaynaqlanmır. Onlar yenə də qeyri-adi reaksiya verirlər. Sanki bunu ilk dəfə eşidirlər. Ölkə daxilində cəmiyyəti maraqlandıran ictimai-iqtisadi hadisələr baş verir, amma yenə də onlar susurlar və elə reaksiya verirlər ki, bunlarla birbaşa ünsiyyətdə olanda bunu görürsən. Birbaşa ünsiyyətdə elə bir ab-havada sənə cavab verirlər ki, yəni belə duruxurlar ki, mənə niyə belə sual verirlər? Sanki ilk dəfədir ki, belə bir sual eşidir. Onun reaksiyasını düzgün şəkildə hesablayıb verə bilmir. Çünki elə bir məqamdır ki, o yəqin ki, vicdan məngənəsində sıxılır. Reaksiyası olduqca mənfi tonda olur. Yəqin ki, bayaq dediyim məsələdir. Elə düşünün ki, bu dövr sona çatmayacaq. Dünya həmişə məhz bax bu dövrdə qalacaq. 2025, 2026, təzədən bir də 2023, 2024, 2025. Ancaq yəqin ki, bu dövrü fikirləşilir. Azərbaycan ədəbiyyatında bütün bu kapitalizmə qarşı mübarizədə təkan verici qüvvənin bayaq da qeyd edirəm bir də. İnsanların yazıçıların artıq söykənə biləcəyi bir ənənənin formalaşması olub. Bu Rus inqilabı və nəhayət 34-cü ildə səhv eləmirəmsə yaranan sosialist realizm və onun meyarları oldu. Onların dəqiq sərhədləri oldu. O ədəbiyyatın bir növ formalaşdırmaq üçün əllərində bir manifesto oldu, bir əsas oldu və onun hesabına artıq hətta 80-ci illərə qədər, demək olar 80-ci illərə qədər sosialist realizm, kapitalizmlə mübarizə ənənəsi yaşadı. Ancaq indi yaranmamasının səbəbi, bir dənə də bunu deyim, bu maraqlı məqamı da, Əkrəm Əllisinin sonuncu hekayəsində belə də bir pritsya danışır ki, mən o vaxt Yazıçılar Birliyinin qarşısında bir yazıçı dostumla görüşdüm. O mənə dedi ki, bəs bu son hadisələrlə bağlı niyə reaksiya vermirsən? Axı sənin də bizim bu düşmən dediyimiz millətlərin nümayəndələri ilə münasibətin olub. O ancaq belə deyir ki, məndən uzaq olur və həmən məkanı durub tərk edir. Sanki dediyim məsələ bax budur ki, bunu baş vermədiyini düşünürlər. Elə hesab edirlər ki, bu bir ləkədir, bundan canını qurtarmaq lazımdır. Amma belə hallar olmamalıdır. Nə mənada olmamalıdır? Çünki sən bilirsən ki, bu tarixi bir reallıqdır və dünya həmişə indiki yerində qalmayacaq. Burada dövr həmişə dəyişir, reallıqlar həmişə dəyişir, diktə həmişə dəyişir. Buna uyğun yaşamaq, buna uyğun yazmaq lazımdır. Amma bilmirəm, Azərbaycan ədəbiyyatında elə ki, görünən meyllər bunu tamamilə inkar edir. Bir də bayaq dediyim məsələ ilə bağlı Azərbaycan ədəbiyyatından başqa bir nümunədirsə ki, bu mənim çox sevdiyim Mirzə Cəlilin Kamança piyesidir. Piyesi birinci cildində var, seçilmiş əsərlərinin birinci cildindədir. Hadisələr belə cəryan edir ki, Azərbaycan və Ermənistan arasındakı bir toqquşma dövrüdür. Azərbaycanlılar Ermənistanlıları harda gördü güllələyir, ermənilər Azərbaycanlıları harda gördü güllələyir. Bu məqamda Azərbaycanlı bir dəstə, silahlı bir dəstə, erməni bir
müğənni qrupunda belə deyək, kamança çalanı və mahnı oxuyanı yaxalayırlar və onların tərəfindən ölən yoldaşlarına müqabil həmin ermənini öldürmək istəyirlər, kamançaçını öldürmək istəyirlər. Ancaq kamançaçı o qədər məharətli, o qədər yüksək səviyyədə kamança ifa eləyir ki, bu Qəhrəman Yüzbaşı adındakı obraz onu öldürməkdən vaz keçir. Hardasa bunu belə yozmaq olar ki, xalqlar arasındakı düşmənçiliyi, mənfi münasibəti yalnız incəsənət hesabına, kapitalizmə qarşı mübarizədə də bunu göstərmək olar ki, yalnız bax belə bir ovqatla, sənət nöqteyi nəzərdən, incəsənət ənənəsi ilə, hətta bəlkə biraz da irəli gedirəm, sosialist meyillərlə öhdəsindən gəlmək mümkündür. Əks halda bu yalnız hər iki dövrün, hər iki millətin də və nəhayət hər iki millətin sonuna kapitalizmin isə yekun və sarsılmaz qələbəsinə gətirib çıxaracaq. Bir də bunu da deyim, mənim üçün bəlkə olduqca dəyərli əsərdir və bu mövzuda da məni oyadan bir əsərdir. Cəfər Cabbarlının 1905-ci ildə adlı bir hekayəsi, daha doğrusu pyesidir. Pyesdə belə bir 1905-ci ildəki tarixi hadisələrdən bəhs eləyir. Deməli, orada ermənilər və Azərbaycanlılar qonşu olduğu halda qəfildən onların arasında bir münasibət pozulması yaranır və bir də baxırlar ki, ikisi qarşı-qarşı cəbhələrdədir, ona güllə atır, bu buna güllə atır və birdən heç biri güllə atmadığı halda güllə səsləri gəlir, heç biri tapançanı işə salmadığı halda güllə səsləri gəlir, atəş səsləri gəlir və bir-birlərindən soruşurlar ki, Allah verdi və iman verdi adında iki obraz. Bir-birindən soruşurlar ki, bəs bu gülləni sən atmırsan, bu gülləni mən atmıram. Bəs bu gülləni atanlar kimlərdir? O deyir ki, bəs bu güllələri atanların hamısı Kazaklardır. Yəni Rus silahlı dəstələrdir. Yəni hardasa kapitalizmdə də bu belədir ki, təbii bir nifrəti yalnız və yalnız zorakı üsullarla yaradırlar insanlara qarşı. Bizim taleyimizə də hardasa düşən meyil buradadır ki, tendensiya belədir ki, daim daha böyük qüvvələr, daha iqtisadi formasiyada öz yerini möhkəmlətmiş qüvvələr diktə eləyirlər və daim bu Kazaklar güllə səsləri ata-ata həm ədəbiyyatı xarab eləyirlər, həm insan həyatına zülm eləyirlər və bunun hesabında bütün Azərbaycanda, bütün Azərbaycan ədəbiyyatı daxilində də bir muti atmosfer formalaşır.